Təbiətin ən birinci qanunu budur. Ən yaxşı uyğunlaşa bilən sağ qalır. Uyğunlaşmaq, yəni dəyişimə uyğunlaşmaqdan söhbət gedir. Kainat yaranandan bəri dəyişim davam eləyir. Təkamül bitən bir proses deyil. Nə qədər ki kainat var olacaq, dəyişim, təkamül davam edəcək. Təkamül dəyişimin nəticəsidir. Milyonlarla il əvvəl baş verən buzdaşma, istiləşmə prosesləri, bunlar hamısı yer üzündəki canlıların uyğunlaşa, dəyişimə adaptasiyası üçün lazımlı proseslər idi. Eyni zamanda insan da bura daxildir. Milyon illərlə baş verən bu dəyişim, təkamül prosesində hansı canlılar, adi heyvanlar aləmindən götürək, hansı canlılar daha yaxşı adaptasiya ola biliblərsə, bugünə qədər onların cinsləri gəlib çatıb. Lakin adaptasiyanı keçə bilməyənlər elə həmin dövrdə də məhv olub gediblər. İnsan da adaptasiyanı ən yaxşı keçən canlılardandır. Neandertal insan, Homo sapiens məhz bu təkamülün nəticəsində yaranıb. Buradan da belə bir nəticəyə gələ bilərik ki, ruhun yer üzündəki ən böyük dərslərindən biri təkamüldür. Çünki yalnız təkamülünü keçə bilən, başa vura bilən ruhlar daha ali versiyalarına çata bilirlər. Və məhz buna görə ruh təkrar yer üzündə, fərqli bədənlərdə, fərqli dövrlərdə reinkarnə eləyir ki, özünün daha ali versiyasını yarada bilsin. Yəni təkamül həm ruhun, insanın, bədənin daxilində, həm də ətraf mühitdə gedən bir prosesdir və bu ikisi bir-birinə bağlıdır. Lakin indiki dövrdə insanlar dəyişimdən qorxurlar. Dəyişim köhnə mənin ölümü, yeni versiyanın doğulmasıdır. Yeni versiya yarananda köhnə versiyanın həyatından qalma bir çox şey artıq tərk etməlidir. Uşaqlıqdan bəri heç kim bizə dəyişimi öyrətmir. Nə bunu bizim valideynlərimizin nəsilləri, nə onların nəsilləri, nə də ki biz bilmişik. Ona görə bir çox insan indi dəyişimdən, təkamüldən qorxur. Lakin bir məqamı buraxırlar. Təkamül, dəyişim vaz keçilməzdir. İnsan bunu xoşu ilə, öz iradəsi ilə etməyəndə kainat, Allah onu daha çox tətikləyir və o dəyişim baş verənə qədər proses dayanmır. İnsan fərqindəliyi yüksək olanda dəyişimə daha tez uyğunlaşır, qəbullanır və onun tələb etdiklərini icra eləyir. Fərqindəliyi qapalı olanda isə dirənc göstərir və dirənc göstərdikcə həm maddi, həm mental həyatı ağırlaşır. Ta ki insan o dəyişimə qucaq açana qədər. Çünki məhz bu dəyişim ruhun özünün qərar verdiyi, seçim etdiyi bir prosesdir. Yəni bir insan bu bədəndə həyata gəlmədən əvvəl artıq o dəyişimin olacağını bilirdi və artıq onu qəbul eləmişdi. Sadəcə biz gəlib düşdüyümüz ətraf mühit, cəmiyyət bizə o qədər təsir göstərir ki, biz dəyişimi yaşaya bilmirik. Və yalnız biz cəmiyyətin, ailənin, məktəbin, ətraf mühitin bizə öyrətdiklərindən azad olanda dəyişimə çox sərbəst bir şəkildə, rahatlıqla addımlayırıq. Və hal-hazırda insanın həyatında dəyişimi çətinləşdirən çox güclü faktorlar meydana gəlib. Sosial şəbəkələr bunun ən bariz nümunələrindəndir. İnsanlar hər gün saatlarla sosial şəbəkələrdə vaxt sərf eləyirlər. Halbuki o vaxtın bir hissəsini dəyişimlərinə baxmağa, özləri ilə baş-başa qalmağa sərf edə bilərlər. Elə bu məqama toxunmuşkən, onu demək lazımdır ki, dəyişim
daxili dünyana boylanmaqdan, inzivadan, özünlə baş-başa qala bilməkdən başlayır. Kənar səsləri susturanda, nə zaman ki, özünə qulaq asmağa başlayırsan, artıq dəyişimə bir addım atırsan. Ona görə biz terapiyalarda, meditasiyalardan, nəfəs praktikalarından, enerji çalışmalarından istifadə edirik. Bəli, hal-hazırki dövrdə terapiya keçmək dəyişimin ən güclü alətlərindəndir. Çünki bizə özümüzlə baş-başa qalmağa imkan verir və bunun yollarını öyrədir. Dəyişimin doğru zaman anlayışı yoxdur. Dəyişim biz doğulandan ölənə qədər davam edən bir prosesdir. Və biz oturub gözləyəndə ki, filan şeyin vaxtı gəlsin, onda başlayaram, ertələmiş oluruq. Çünki proses dayanmır. Biz ertələməyə çalışsaq da, bayaq dediyim kimi, kainat bizi tətikləyir, dürtür ki, hərəkətə keçməlisən. Bəzən insan, hətta bir çox hallarda etməli olduqlarını bilir, görür, amma addım atmaqdan qorxur. Ona xidmət eləməyən hər nələr varsa, hər kimlər varsa, onları həyatında tutmağa davam edir. Bu halda dəyişim baş verə bilməz. Dəyişimin ilk qaydalarından biri buraxmaqdır. Çünki dəyişim baş verirsə, bizim yeni versiyamıza xidmət eləməyən insanlar həyatımızdan çıxmalı. Bizə xidmət eləməyən iş həyatımızdan çıxmalıdır. Bizə xidmət eləməyən həyat tərzini dayandırmalıyıq və bir çox başqa faktorlar. Və məhz meditasiyalar, enerji çalışmaları, bunlar dəyişimi daha asan, daha rahatlıqla qəbullanmağa və məhz o buraxmalı olduqlarımızı buraxmağa imkan verir, kömək eləyir. Dəyişimin ikinci qanunu üzləşməkdir. Köhnə versiyanın yaraları ilə, ağrıları ilə, karmik borcları ilə, karmik dərsləri ilə üzləşmədən yeni versiyanı yarada bilmərsən, dəyişimi tamamlaya bilmərsən. Çünki keçmişində hələ də o köhnə versiyanın tətikləndiyi, narahat olduğu bir şeylər var. Və onlar nə zaman ki görünür, insan onlara yer verir, sahə açır, onları şəfalandırır, o zaman növbəti versiyasına, növbəti mərhələyə keçid eləyir. İnsanlar üzləşməkdən qaçdıqca həyatlarında qurban rolunda yaşamağa davam edirlər. Qurban rolunda yaşadıqca isə həyatlarında baş verən hər bir şeyin səbəbini özlərində deyil, ətrafdakı, həyatlarındakı insanlarda görürlər. Dəyişimin üçüncü qanunu öyrədilənləri unutmaqdır. Cəmiyyətin, ailənin, məktəbin, ətraf mühitin çərçivələrini, limitləmələrini, qaydalarını, düz bilinən anlayışlarını unutmaq, beyindən silmək və öz doğrularını öyrənmək, həyatını öz bildiyin doğrular əsasında qurmaqdır. Başqalarının fikri ilə yaşamaq yox. Başqalarının düzgün hesab etdikləri ilə qərarlar vermək, seçimlər etmək deyil. Bu zaman biz başqalarının həyatlarına uyğun yaşamış oluruq. Öz ruhumuzun keçməli olduğu yola əsasən deyil. Dəyişimin dördüncü qanunu disiplindir. Əgər bir insanın normal yuxu rejimi yoxdursa, sağlam həyat tərzi izləmirsə, alkoqol, tütün və digər narkotik vasitələrdən istifadə edirsə, daima başqalarının ona etdiklərindən şikayətlənirsə və sadəcə gileylənirsə, o insan qurban rolundadır və həyatında disiplin, düzən yoxdur. Disiplin olmadan isə biz həyatımızda qalıcı, köklü dəyişim qura bilmərik. Və yalnız bu zaman insan anlayır ki, onun tək xilaskarı elə özüdür. Həyatının sükanını əlinə almalı və dəyişimə getməlidir.
və məhz bu yolla hər gün daha ali versiyasına bir addım daha yaxınlaşır. Və bilirsinizmi? Köhnə versiyanı buraxmamaq, dəyişimə getməmək insanın həyatında çox böyük bir blokajdır. İnsan orada qalmağa dirəndikcə, müqavimət göstərdikcə, dəyişimə getmədikcə, kainat da onun həyatında tıxanmalar yaradır. Məsələn, şəxsi həyatında münasibətləri yolunda getmir, iş mühitində yeni iş şansları, fürsətləri onun qarşısına çıxmır, çıxsa da bir formada baş tutmur, sona qədər tamamlanmır və ya maaş artımı baş vermir, özünü realizə edə bilmir, potensialını aça bilmir, gücünü ortaya qoya bilmir. Ona gəlməli olan fürsətlər geri qayıdır. İnsanın həyatında bollluq və bərəkət olmur. Və məhz bunlarla kainat insanı dürtür, itələyir, tətikləyir ki, hərəkətə keçsin. Terapiyalarda tez-tez pasiyentlərimdən eşitdiyim bir söz var. Sona xanım, bu mənim üçün rahat deyil. Bu praktikanı edərkən özümü diskomfort hiss edirəm. Və mənim onlara verdiyim bir cavab var. Sənə kim demişdi ki, dəyişim rahat olacaq, ağrısız olacaq? Bəli, bunu etiraf etmək lazımdır ki, dəyişim ağır və ağrılı, diskomfort, narahat prosesdir. Çünki biz bu prosesdə zehni komfort zonasından çıxarırıq. Lakin zehin də çox ağıllıdır, necə deyərlər. O bizdən əvvəl bilir bu dəyişimin gələcəyini və bizi öz komfort zonasında saxlamaq üçün hər şeyi eləyir. Və insan da elə bilir ki, bu onun üçün həqiqətən diskomfortdur. Təsəvvür edin ki, bir insan 35 il yaşayıb, 35 il ailədə, cəmiyyətdə gördüyü nə varsa onları özü üçün həyat qanunlarına çevirib, çərçivəyə salıb. Və 35 yaşında həyatında dəyişim başlayır. Bir anda, bir müddət içində bildiyi bütün paradigmalar dağılır, dogmalar məhv olur. Və sizcə bu proses rahat ola bilərmi? Dəyişimə girən insan rahatlıq axtarmağı bir kənara qoymalıdır. Və ingilis dilində çox gözəl bir söz var. Embrace the discomfort. O diskomforta qucaq açmalıdır. Onun üstünə getməlidir. Və bəli, dəyişim insandan cəsarət, risk götürməyi tələb eləyir. Kainat məhz cəsarət göstərə bilən insanların yanındadır. Və ən gözəl hədiyyələri, mükafatları cəsarət göstərə bilənlərə göndərir. Bu budaq arxamda gördüyünüz bitkinin artıq çürümüş və bu səhər öz-özünə qopan budağıdır. O çürüyəndə nə oldu? Yəni köhnə bir budaqdır, düzdürmü? O çürüyəndə onun kökləri boşaldı, gücünü itirdi və torpaq onu buraxdı. Eynisi də bizə aiddir. Bizim də köhnə versiyamızın vaxtı dolanda, köhnə budağımızın, necə deyərlər, vaxtı dolanda köklərimiz, ki bizim də köklərimiz var, köklərimiz, torpaq elementimiz o köhnə versiyanı artıq qoparır. Baxın, bitkinin fərqi odur ki, bitki ona dirənc göstərmir. Düzdürmü? Deməli, buraxdısa çıxmalıdır. Amma insan o köklər boşalmışkən, torpaq onu buraxmışkən köhnə versiyanı, hələ də onu saxlamağa müqavimət göstərirsə, bütün sistemini çürüdür. Təsəvvür edin, bir çürük budaq qalsa, digər budaqları da çürüdəcək. Və köhnə versiyamız çürümüş versiya qaldıqca, bizim digər inkişafa meyilli olan, inkişaf etmək alovu ilə alışıb yanan tərəflərimizi də çürüdür, məhv eləyir. Köhnə versiyanın vibrasiyası çox aşağıdır. Çünki üstü ərk bağlayıb. Artıq onu xilas eləmək mümkün deyil. Yeni versiyanın vibrasiyası isə çox yüksəkdir. Və köhnə qaldıqca bizim potensialımızın vibrasiyasını, yeni reallığımızın vibrasiyasını da aşağı salır.
Və bu da, yenə təkrar edirəm, maddi və mənəvi mənada insanın bütün həyat keyfiyyətini aşağı salır. Bu, mental sağlamlıq, fiziki sağlamlıqla bağlı problemlərin yaranmasına, bir insanın işini itirməsinə, biznesi varsa bankrot olmasına, birdən-birə xeyli borca düşməsinə, bir çox itkilərə məruz qalmasına gətirib çıxarır. Ona görə biz vaxtı çatanda nəyi buraxmaq lazımdırsa, nədən qurtulmaq lazımdırsa ki, yolumuza daha yüngül versiyada davam edək, bunu etməliyik. Köhnə versiyanın yükləri də çoxdur. Biz köhnə versiyanın yüklərini yeni versiyaya ötürə bilmərik. O zaman onun gücü olmayacaq, enerjisi olmayacaq ki, irəliyə addımlasın, gələcəyə baxsın. Çünki köhnədən gələn o, necə deyirlər, daşlar, iri qaya parçaları onun çiyinlərində yükə çevrilir. Və biz ona görə birinci üzləşmə edirik ki, köhnə versiyanın yüklərini buraxırıq, azad oluruq ki, yeni versiyamız həmin yükləri daşımaq məcburiyyətində olmasın. Və dəyişim heç də zənn edilənin əksinə səs-küylü bir proses deyil. Dəyişim sükunətdə, səssizlikdə baş verir. Ona görə biz inzivalar keçiririk, meditasiyalar edirik, daxilimizə qayıdırıq. Dəyişim başqa insanların arasında baş tutmur. Ona görə ətrafımızda bizi yayındıracaq faktorlar çox güclüdür. Dostlarla axşamlar yığışmaq, sosial şəbəkələrdə vaxt keçirmək, harasa getmək və s. Əlbəttə, bunların da öz yeri var, lakin dəyişimə girən insan bu fəaliyyətlərdən vaxtları qısıb, kəsib, dəyişiminə yatırmalıdır. İnzivalarına, özü ilə təkbətək qalmağa yatırmalıdır. Ötən gün terapiyaya gələn xanım deyir ki, Sona xanım, mən artıq rəfiqələrimlə çox görüşmək istəmirəm, insan arasında çox olmaq istəmirəm və terapiyaya başlayıb da bu insan. Deyirəm ki, çox normaldır. Bu ona qəribə gəlib. Lakin ən normal prosesdir. Terapiya keçən insan elə ən başlıca bunu eləməlidir. Öz qabığına, öz mağarasına çəkilməli və özü ilə baş-başa qalmalıdır ki, eşidə bilsin, cavabları tapa bilsin, görə bilsin, üzləşə bilsin. Dəyişimə mane olan faktorlardan biri də başqalarından təsdiq gözləmək və qınanılmaq qorxusudur. Çünki insanlar düşünürlər ki, mən dəyişsəm, ətrafımdan hansısa insanlar çıxacaqlar, onlar məndən ünsiyyət qurmayacaqlar və mən tək qalacam. Lakin bu qətiyyən belə deyil. Biz dəyişdikcə, daha yüksək vibrasiya qalxdıqca, daha ali versiyamızı yaratdıqca, bizim ətrafımızda məhz bizim yeni reallığımıza uyğun gələn insanlar toplaşırlar. Mütləq toplaşırlar. Çünki kainat bir sahənin boş qalmağını sevmir. Əgər birinin həyatından insanlar gediblərsə, o sahə boşalıbsa, ora mütləq biriləri daha gələcək. Və həyat insanlardan təsdiq almaqla, onlar tərəfindən qınanılmaqdan qorxmaqla keçiriləcək qədər uzun deyil. Bizim buradakı missiyamız təkamülümüzü keçməkdir. Və biz başqalarının təsdiqini, onların doğruları ilə yaşamağı gözləyərək bu təkamülü keçə bilmərik. Dəyişimdə belə bir qayda da var. İnsanı, dəyişən insanı, təkamülünü keçən insanı sevən insanlar, həqiqətən onun yanında olmaq istəyənlər, onun yeni versiyasında qəbul edirlər və onun yanında qalmağa davam edirlər. Çıxıb gedənlər isə artıq vaxtı dolanlardır. Və insan, ruh, öz dəyərlərinə, öz doğrularına, öz həyatı ilə bağlı eləmək istədiklərinə sadiq qaldıqca, onların arxasıca qətiyyətlə və əminliklə getdikcə, kainat da, Allah da həmişə onun yanında olur, onu dəstəkləyir və onun yolunu açır. Burada önəmli məqam təslimiyyətdə və güvəndə qala bilməkdir. Allaha təslim ola bilmək və güvənə bilmək, tam güvənə bilmək. Onun o yolları açacağına, insana lazım olacaq nə varsa, hamısını gətirəcəyinə güvənmək. Bu dəyişim prosesində ən güclü alətlərdən biri
əvvəl də qeyd etdiyim kimi meditasiyadır. Çünki meditasiya bizi səssizlikdə qalmağa kömək eləyir. Bizi özümüzə qaytarır. Daxili dünyamızı izləməyi, müşahidə eləməyi, özümüzü kənardan müşahidə etməyi öyrənirik. Meditasiyada özünü kənardan müşahidə etməyi bacaran insan, sonra gündəlik həyatında insanlarla münasibəti daxilində özünü kənardan müşahidə edə bilməyi bacarır. Bu avtomatik baş verən bir prosesdir. Çünki özünü, həyatını, davranışlarını müşahidə etməyi bacarmadan dəyişimi başlada davam etdirə bilmərsən. Müşahidə etmək lazımdır ki, nələrin dəyişilməli olduğunu görə biləsən, fərqindəlik yaransın. Və bu, nə bir günün işidir, nə bir ayın işidir. Bu proses bir müddət davam edir. Ona görə insan burada tələsmədən, nəticəyə gözlənti qoymadan, indiki anda qalaraq prosesi keçməlidir. Və yalnız bu halda dəyişimin ona gətirmək istədiyi təkamül nədirsə, onu qazanır. Mənə gələn digər suallardan biri budur ki, Sona xanım, mən özüm tək nələrsə eləməyə çalışdım, ona başladım, bunu elədim, biraz ondan, biraz bundan, amma heç bir nəticə almadım və görürəm ki, artıq tək bacarmıram. Bu elə bir prosesdir ki, insan tək başına keçməkdə çox çətinlik çəkə bilər. Ona görə insanın həyatında bir mentorun, bələdçinin, terapevtin olmağı mütləqdir. Çünki terapevt necə yönləndirəcəyini bilir. Prosesi keçən insanın özüdür, dəyişimi aparan insandır. Lakin terapevt onu addım-addım yönləndirir, nələri görməli, nələrə istiqamətlənməlidirsə, onları üzə çıxarır və fərqindəliyin yaranmasına kömək eləyir. Dəyişim strukturlu gedən bir proses olmalıdır. O insan ki, biraz o sahədən, biraz bu sahədən nələrisə qatmağa çalışır, o orada artıq bir qarışıqlıq yaradır və dəyişim prosesi biraz daha mürəkkəbləşir. Ona görə dəyişimə açılmaq istəyən, həyatında daha ali bir versiyasına çevrilmək istəyən insan mütləq bir bələdçi ilə, terapevtlə işləməlidir. Dəyişim ruhun oyanışıdır, özünü tapmasıdır. Hal-hazırda dünyada çox böyük bir qüvvələr var ki, onlar məhz insanların, ruhların dəyişiminin, oyanışlarının qarşısını almaq üçün nə lazımdırsa edirlər. Və bu kontekstdə əsasən maddi dünyaya meyilliliyin artırılmasından istifadə edirlər. Çünki qorxurlar ki, daha çox insan dəyişim, dönüşüm, təkamül keçirdikcə, oyanışını yaşadıqca, yaradılış səbəbini anladıqca, onların qurduqları sistemdən uzaqlaşacaq. Ona görə dəyişiminə sahib çıx. Bu sənin ən təbii haqqındır və artıq sənin ruhun bunu necə edəcəyini çox gözəl bilir. Yetər ki, müqavimət göstərmə.